Salam dostlar, mən mart ayında çıxan kitabları sizə təqdim edirəm. Hər ay olduğu kimi bu ayda xeyli dərəcədə maraqlı kitablarımız var. Baxmayaraq mart ayı biraz ağır aydır, biraz bayramlar çoxdur, iş günləri azdır, az işləyirik, amma yenə də bu ayda bizim yaxşı kitablar nəşr olunubdur. İstəyirəm onları sizə təqdim edəm. Birinci əlbəttə ki, mən sizə təqdim edirəm. Deməli, kamera var, səs var, əla. Təqdim edirəm detektiv janrının ümumiyyətlə belə xaç atalarından biri, daha doğrusu detektiv janrının Məryəm anasını da belə də demək olar. Ümumiyyətlə şahzadəsi, kraliçası əlbəttə ki, Agatha Christie'dir və Agatha Christie'nin 5 kitabı bu ay mart ayında nəşr edilibdir. Bu detektiv sevərlər üçün istədim biraz kitabları belə qruplaşdırım. Eyni zamanda fantastika sevənlər üçün elmi fantastika Wells'in Görünməz Adam əsərini təkrar səhv eləmirəmsə nəşr etmişik. Uşaqların bilməli olduğu bir xəbər var, onu deyim ki, bax, əyləncəli fəlsəfə, fəlsəfənin bütün hər tərəfli fəlsəfəni əhatə edən əyləncəli fəlsəfə seriyamız var və lütfən uşaqlar, məktəblilər bu kitab, bu seriya ilə tanış edin, bu seriya davam edir. Bu seriya çalışın sizin kitabxananızda mütləq şəkildə yer alsın. İngiliscədə kitablar buraxmağa davam edirik. Madonna, xəz paltolu Madonna artıq ingilis dilində Səbahəddin Əli əla bir romantizmin çox gözəl bir nümunəsidir və mütləq şəkildə ingilis dilində oxumaq istəyənlər, kitab oxuyanlar bunu oxusun. Bu artıq bütün dillərə nəşr olunmağa başlayıbdır. Eyni zamanda Azərbaycan əsilli Qoşqarlı deyə yazıçı Amerikada yaşayır, gənc yazıçıdır, çox gəncdir. Onun bir əsəridir, ingiliscə bizdə nəşr olunubdur. Baxmayaraq ki, özü Amerikada yaşayır. Qırmızı klassika ilə bağlı tez-tez maraqlanırlar. Qırmızı klassikada nə var? Yeni kitab çıxdı mı? Faust, Goethe'nin Faust'u nəhayət bizim qırmızı klassikada özünə yer aldı. Jack Londondan Dəniz Canavarı da qırmızı klassika seriyasında. Uşaqlarla bağlı, bu da yenə də yeni yetmələrlə bağlı, məktəblilərlə bağlı Şahzadə Prins, Mark Twain bütün nəsillərin oxumalı olduğu kitabdır. Şahzadə və Prins və Dilənçi. Dilənçi necə şahzadəyə çevrilir, şahzadə necə dilənçi olur, bir-birinin həyatını yaşayanda həyat necə dəyişir, necə dəyərlər sistemi dəyişir. Bu çox maraqlıdır. Bu kitabı mütləq şəkildə hər bir adam oxumalıdır. Özdə ki, elə məktəb illərində daha tez nə qədər oxusanız, bir o qədər də çox faydası vardır. Roald Dahl fantastik dərəcədə gözəl yazır uşaqlar üçün, məktəblilər üçün. Onun Matildası var, Charlie və Şokolad Fabriki var. Elə gözəl başqa əsərlər var ki, o London teatrlarında da onlara müzikallar, elə gözəl müzikallar tamaşaya qoyublar ki, və bu kitablarda biz bütün bu Roald Dahlı Azərbaycan dilinə tərcümə edirik. Bu da onun, bu daha biraz az yaşlılar üçün olan kitabıdır. Mütləq şəkildə valideynlərdən rica edirəm ki, uşaq psixologiyası ilə bağlı çoxlu kitab oxuyun. Onun sizə mütləq şəkildə faydası olacaq. Uşaqlarınızla necə ünsiyyət qurmalı, necə danışmalı, bu kitablar sizə çox fayda verər. Uşağınızı fransız kimi böyüdün. Əla bir kitabdır. Burada söhbət necə böyütməkdən getmir. Ümumiyyətlə, uşaq böyüdərkən hansı ədəbiyyatı oxumaqdan gedir. Bunu bir yazan da, özü də bir anadır, valideyndir və oxuduğu kitablardan həm də bəhs edir. Belə. May Esma, bu bir yazardır. Bunun adı, hər şey burada şifrələnibdir. İndi gəl bu şifrələri aç. Bilmirəm, mən bilmirəm. Bu da məktəblilər üçün çox yaxşıdır. Məktəbli olmayanlar üçün, ümumiyyətlə, indi dünyada hər şey danışıqlar həll edir. Danışıqlar olmadan, onda hər kəs bir silah götürüb bir-birini öldürər, qırar.
Ona görə necə danışmalı, təsirli natiqliyin əsas prinsipləri bu kitabda özünə yer alıbdır. Məktəblilər də bu kitabı oxusun mütləq şəkildə. Danışmağı çox tez öyrənmək lazımdır və çox tez özünüzü, öz düşüncənizi ifadə eləmə yolları tapmalısınız. Əks halda həmişə eşidim, ötürüm, biz insanlar maşın deyilik. Biz insanlar düşünən varlıqlarıq və mütləq şəkildə düşünüb və danışmalıyıq. Danışıq yollarını bu kitabdan öyrənin. Sevgi romanları yay aylarında əgər özünüzə sevgi romanı axtarırsınızsa, bu çoxdan nəşr olunan 11 dəqiqə təkrardır. Paulo Coelho, mütləq çox adam bunu oxuyubdur. Eyni zamanda Beynindəki eşq, bu bizdə artıq ikinci ya üçüncü kitabdır bu müəllifin, oxuyun. Safon mənim müasir dövrdə, indiki halda ən çox oxudum. Onun yeni kitabı çıxan kimi dərhal oxuyuram Safonu. Dərhal, əla müəllifdir. Tövsiyə edirəm, siz də mütləq şəkildə oxuyun. İspan ədəbiyyatının öndə gələn adlarından biridir. Ən çox oxunan, müasir dövrdə ən çox oxunan müəlliflərdən biridir Safon. Əla yazır, çox gözəl yazır. Və keçirik bizim yerli müəlliflərə. Yerli müəlliflərdən Nəzakət Cavadova. Biz bunun Londonla bağlı, London gündəlik belə bir kitabını nəşr eləmişdik. Bu onun növbəti bir kitabıdır. Həm biz burada Sevgi Bermud Üçbucağı, Sevginin Bermud Üçbucağı belə adlanır. 13-cü Kottecin Sirri. Əvvəl bu psixoloji detektiv janrında yazılıb. Əvvəlki kitab da maraqlı idi. Mənə o vaxt maraqlı görünmüşdü. Bu kitabı da ümid edirəm ki, maraqla qarşılanacaq. 13-cü Kottecin Sirri, Sevginin Bermud Üçbucağı. Qəribədir. Aqil Abbasdan yeni çıxıb. Mən Aqil Abbasa dedim ki, Rəmiş haqqında necə bir kitabı yazmışsınız? Dedi, elə Rəmiş kimi. Oxuyun, görün necə bir kitabdır. Şeir kitabıdır. Şeir kitabları çoxalıb bizdə. Sevinç Sabir qızının yerli müəlliflərdir. Aydan Araz qızı bu şeir kitabı deyil. Bu bir nəsrdir, nəsr əsəridir. 17 yaşlı bir qızın qələmindən çıxmış kitabdır. Ümumiyyətlə, son vaxtlar az yaşlılar, yəni 18 yaşa qədər olan uşaqlar çox yazırlar. Mən buna sevinirəm, çox sevinirəm. Yazın, yalnız faydası olacaq. Yeni bir şeir kitabı Yeganə İsmailova. Səfa Gül, həmin o an. Bu da nəsrdir. Bu da yəni gənc bir xanımın nəsridir. Nəzakət Sümərənli. Bu da şeir kitabıdır. Belə xoş mütaliələr. Pünhan Şükürün yeni kitabıdır. Burada nəsrdir. Bu da nəsr kitabıdır. Deməli, Xudavəng əfsanəsi. Başlayın. Mart ayında çıxan kitabları sizə təqdim edirəm. Mən Şahbaz Xudoğlu. Deməli, doğum xəritəsinin daxili inkişafımıza təsiri. Bu astrologiyadan bəhs edən kitabdır. Çox rəngli, səliqəli bir kitabdır. Kim astrologiya ilə maraqlanırsa buna müraciət edər. Burada psixoloji və liderlik haqqında. Məsələn, Türk inqilabı və Atatürk. Burada Atatürk ilə bağlı bir kitab da olmalıdır. Liderlik sirləri. Faktiki olaraq dünya çox sürətlə dəyişir. Amma bu sürətlə dəyişən dünyada Atatürk'ün liderliyi hələ də qalır. Necə ki, George Washington'un liderliyi var idi. Bugün də Atatürk'ün liderliyi hələ davam edir və mən bu liderliyin qorunmasının tərəfindəyəm əlbəttə. Ona görə Atatürk'ün irsi mütləq şəkildə dərindən öyrənilməlidir və bu niyyətlə də biz Atatürk'ün liderlik fənləri, sirləri və s. ondan bəhs edən kitabları daha çox nəşr etməyə başlamışıq. İndinin gücü Erhard Tolle çox qəribədir, çox gözəl yazır. Çox gözəl psixologiya ilə bağlı insan düşüncəsi, insanın özünü tanıması, ondan qəribə bir şəkildə, yəni Avropalı olsa da bu daha çox
Hind fəlsəfəsinə meyllənir, buddizmi araşdırır və o yolla insan düşüncəsinə yol tapmağa çalışır. Özünüzlə olmaq istəyirsinizsə, Eckhart Tolle'nin indinin gücü. İndi nə güclüdür, nədədir indi güclü? Biz onunla, Eckhart Tolle ilə onu bilmək üçün bunu mütləq şəkildə oxumaq lazımdır. Çətin insanlarla davranış qaydaları. Bizim ətrafımızda xeyli çətin insanlar var və onlarla necə davranmağı bilmirik. Ən yaxın insanlarla da. Bu kitab sizə ən azı yol göstərə bilər, ipucu verə bilər. Necə çətin insanlarla davranmaq lazımdır deyə. Stephen Hawking Zamanın Qısa Tarixi bu təkrar nəşrdir bizdə. Mütləq şəkildə elə müəlliflər var ki, onların kitabları təkrar nəşr edilməlidir. Hər halda bu ay çıxıbdır. Biz ümumiyyətlə çalışırıq ki, yəni az tirajların hamısını indi belə nəşr etmədən xırda parçalara bölüb nəşr edirik ki, böyük anbarlar məşğul etmək. Warren Buffett'in yolu, bilirsiniz ki, dünyanın ən böyük investorlarından birincisidir, dünyanın ən böyük zəngin adamıydı. O zəngin olmağına görə investora, yəni yaxşı investor olmasına borcludur. Və onun yolu. Biz ümumiyyətlə biznesi necə qurmalı, necə inkişaf elətdirməli, necə rəftar etməli insanlarla buna aid çoxlu kitablar nəşr edirik. Və bu kitabların məncə çox böyük faydası var. Sizə tövsiyə edirəm. Warren Buffett'in adını duymusunuzsa, eşitmişsinizsə, onun yolunu da mütləq bilməlisiniz. Bu kitabı əldə edin. Bu hər kəsə nəsib olmur, amma istəyirsiniz bunun sirrini öyrənmək, onda bu kitabı mütləq oxuyun. Ərinizi kitab kimi oxuyun. Birinci kitab oxumağı öyrənin, sonra isə ərinizi kitab kimi oxumağı bu kitabdan öyrənin. Uğur olsun sizə. Robin Sharma'nın biz çox kitablarını nəşr etmişik. Əladır Robin Sharma, çox pozitivdir. Yəni İnsan sıfırdan necə öz həyatını başlar, necə irəliləyər, necə digər insanlara öz o pozitiv enerjisini ötürə bilər. Bax, bu mənada Robin Sharmanı mütləq şəkildə oxuyun, dahiliyə aparan yol. Последний Korifey, bu Mahir Qarayevin sonuncu Korifey əsərinin rusca nəşridir. Biz ruscada nəşrlər edirik. Bax, gördüyünüz kimi İngiliscə nəşrləri dedim. İndi bu da rusca nəşridir, yerli müəllifdir Mahir Qarayevin. Əla bir əsərdir. Onun haqqında çoxlu o dövrün iştirakçılarının müsbət yazıları və fikirləri var. Zərdüşt Əlizadədən tutmuş müxtəlif yazıçıların və yaradıcı insanların Mahir Qarayevin bu kitabı ilə bağlı çox maraqlı fikirləri var və tövsiyə edirəm Azərbaycanın, yəni rus dilli çevrəsi mütləq şəkildə bu kitabı oxusun. Və nəhayət hüquq nəzəriyyəsi Əli Qədimovun kitabını sizə təqdim edirəm. Mənə elə gəlir ki, bütün kitabları təqdim elədim. Ümumiyyətlə, hüquq sahəsində də biz kitablar nəşr edirik. Çünki o bizim ən belə bizim böyüməyimiz hüquq sahəsinə borcludur. Həmişə bunu mən deyirəm. Bu sahə bizim diqqətimizdədir. O sahəni böyütməliyik. Mən mart ayında çıxan kitabları sizə təqdim etdim. Xoş mütaliələr arzu edirəm. Bizə fikirlərinizi yazın, arzularınızı yazın. Oxumaq istədiyiniz kitabları və müəlliflərin siyahısını bizə göndərin. Biz yalnız sizə istiqamətlənmişik. Sizin üçün nəşr edirik, çalışırıq ki, siz də nəşr etdiyimiz kitabları oxuyasınız. Xoş mütaliələr arzu edirəm. Hələlik.